Salam əziz izləyicilərim, kanalımıza xoş gəlmisiniz. Bu videoda mən öz həyətimdən yığdığım böyürtkənlərlə çox gözəl, ləzzətli mürəbbə hazırladım və hazırlamasını da sizinlə paylaşmaq istəyirəm. Böyürtkənləri yığdıqdan sonra axar suyun altında yaxşıca bir neçə dəfə təmiz yuyuram. Təmiz yuduqdan sonra aş süzəndə suyunun getməsi üçün biraz gözlədirəm. Bu arada dəyərli izləyicilərim, hələ də kanalıma abunə deyilsinizsə, abunə olmağınızı, videomu bəyənməyinizi xahiş edirəm. Dəstək olan hər bir kəsə çox təşəkkür edirəm. Məndə burada 4 kiloqram böyürtkən alındı. 4 kiloqram böyürtkənə 4 kiloqram da şəkər tozu əlavə edirəm. Suyu süzülmüş böyürtkənləri mürəbbə bişirəcəyim qaba hissə əlavə edirəm. Bir hissə şəkər tozu, bir hissə də böyürtkən əlavə edib qoyuram şirəsi çıxana qədər. Mən axşamdan səhərə qədər gözlətdim. Meyvələr öz şirəsini buraxdıqdan sonra su əlavə etməyə də ehtiyac olmur. Bu üsulla çox gözəl, dadlı mürəbbə alınır. Dəyərli izləyicilərim, kanalımızda başqa mürəbbələrin də, şirniyyatların, turşuların, yeməklərin də hazırlanması var. Arzu edənlər keçid edib izləyə bilərlər. Artıq bu səhərsi günüdür. Gördüyünüz kimi meyvələr öz şirəsini buraxıb. İndi isə ocağa yerləşdirirəm. Əvvəlcə az ateşdə, sonra isə gür ateşdə mürəbbəni sona qədər bişirirəm. Qeyd edim ki, böyürtkən mürəbbəsi tez bişən mürəbbədir. Nəzarət etmək lazımdır. Mürəbbənin hazır olduğunu salfetin üzərinə 1-2 damcı damızdırıb yoxlayırıq. Əgər salfet canına çəkmirsə şirəni, demək mürəbbəmiz hazırdır. Hazırlayan hər kəsə nuş olsun. Videomu bəyəndinizsə bəyənməyi, kanalıma abunə deyilsinizsə abunə olmağı unutmayın. İzlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Sağ olun, var olun. Gələn videolarda görüşmək ümidi ilə.